Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə 3 nəfər dəm qazından zəhərlənib. Xəbər verilir ki, hadisə şəhərin Üzeyir Hacıbəyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, zəhərlənən şəxslərdən biri hadisə yerində vəfat edib. Digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır. Hadisənin səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanılıb. Sumqayıtda ağır yol qəzası baş verib. Xəbər verilir ki, 1986-cı il təvəllüdlü Gülməmmədov Zahir Qurbanovun idarə etdiyi Mercedes markalı avtomobil Hacı Zeynalabdin qəsəbəsində yerləşən Şirvan körpüsünün yaxınlığında aşıb. Hərəkətdə olan avtomobilin aşması nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq idarə istintaqı aparılır.